İnan bir duyğudur, inan bir histir, inan bir qorxudur, inan bir təhlükəsizlik siqnalıdır, inan bir həyatda qalma mexanizmidir. İnan insanı həyatda tutan ən vacib amillərdən biridir. Amma inam daxili məsələdir. İnam insanın qəlbində olur, inam insanın beynində olur. Bəli, inam bir kəsin başqa bir kəsə elmi ispat eləyə bilməyəcəyi bir şeydir. Yəni sən heç kimə sübut eləyə bilmərsən ki, mən filan kəsi bu qədər çox istəyirəm. Mən filan kəsi bu qədər çox sevirəm. Bax, bunu ispat eləyə bilmədiyin kimi inamı da heç kimə ispat eləyə bilmərsən. Hansı məzhəbdə, hansı əqidədə, hansı yolda olursanız olun. Mən hər kəsin inamına hörmətlə yanaşıram. Amma o qəlbində olanda. Amma mənim də 4 övlad böyütdüm bu cəmiyyətdə, eşidirsən məni, dəvəti yığışdır. Sən bir özünə bax, gör, sən bu kainatı yaradan, bir ilahi sistemi yaradanı təmsil eləyəcək bir viddəsən sən. Bir daha özünə bax. Gəlib məni burada, mənim səhifəmdə inam uğruna, inama görə, öz duyğusuna görə söyən, təhqir eləyən, öz anasını, bacısını, qohum əqrabasını xatırladan insan. Mən bu səni kimi mırdar deyiləm. Sən busan. Mənsə bu deyiləm. Başa düşdün? Mən bu qədər, səni qədər, belə iğrənc deyiləm. Mən bu bədəndə yoxam. Sənsən bu bədənə bağlı. Bu bədəndə deyiləm. Bu bədən mənim deyil. Başa düşdün? Nəsimi demişkən, məndə sığar ikən cahan, mən bu cahana sığmazam. Sənsə bilmirəm hansı yoldasan, hansı istiqamətdəsən. Amma bir dənə özünə bax, düzgüdə bir dənə özünə bax, gör bir dənə bu kainatı yaradan, bir dənə yaradanı, əlimə bir kitab alıb, bilməm, bir nəysə götürüb, cəmaatın balasını bədbəxt eləmə, eşidirsən mən, get inam, öz həyatını yaşa. Amma sənin ixtiyarın yoxdur. Gəlib kimisə təhqir eləyəsən, söyəsən və elə bir yol da göstərəsən. Çünki bu kainatı yeri göğü yaradan bir gücün sənin timsalında, sənin obrazında bir yolu varsa, cəhənnəmdə yanaram amma sənin var ha, sənin. Getdiyin o yola ömür boyu getmərəm. Çünki sən həyatda özünü tapmayan adamsan. Sən bir insan özünü Allah'ı tanıdım deyirsə, Allah'ın yolundayım deyirsə, onu qədər yalancı bir insan ki yoxdur bu dünyada. Çünki özünü tanımayan insan Allah'ı tanıya bilməz. Özünü tanıyan insan isə heç bir dinə ibadət eləməz. Heç bir dinə. Bəli, özünü tanıyan isə Yaradanı tanıyır. Özünü tanıyan insan, özünü tanıyan insan Məhəmmədi anlayır, başa düşür. Bəli, özünü tapa bilməyənlər idarə olunur. Ona görə də məndən uzaq dur. Eşidirsən məni? Yəni mən bu bədəndə deyiləm. Bu bədəndə deyiləm. Sən məni burada axtarma. Burada söymə. Başa düşdün? Bu çürüyüb torpağa qarışacaq bir nəcisdir. Eşidirsən məni? Mən orada deyiləm. Mən hər yerdəyəm. Mən sənin kafanın içindəyəm. Başa düşdün? Bulandıraram beynini. Ağıllı ol.